Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə the verb, yəni feil dərsini öyrənəcəyik. Bugünkü dərsimizdə feilin quruluşca növlərini, formasına görə növlərini, mənasına görə növlərini və s. öyrənəcəyik. Ümumi məlumatlar əldə edəcəyik. Ümid edirəm ki, faydalı olacaqdır. Əvvəla başlayaq. Feil nədir? İngilis dilində feil Azərbaycan dilində olduğu kimidir. Yəni hərəkət ifadə edən, hərəkət bildirən əsas nitq hissəsidir və ingilis dilində feilin quruluşuna görə 4 dənə növü vardır. Bunlar hansılardır? Sadə feillər, düzəltmə feillər, mürəkkəb feillər və tərkibi feillər. Sadə feillərə ingilis dilində simple verbs, düzəltmə feillər derivative verbs, mürəkkəb feillərə compound verbs, tərkibi feillərə isə phrasal verbs deyirlər. Hər biri haqqında ayrılıqda məlumatlar öyrənəcəyik. Əvvəlcə başlayaq sadə feillərdən. Sadə feillər adından da göründüyü kimidir. Yalnızca bir kökdən ibarət olan feillər sadə feillər olacaqdır. Məsələn, to play oynamaq, to help kömək etmək, to read oxumaq, to listen qulaq asmaq və s. bu feillərin hamısı sadə feillərə nümunədir. Onu da qeyd edim ki, feillər əgər zamanlarda məsələn ing qəbul eləyibsə, ses qəbul eləyibsə, ed qəbul eləyibsə, bu feilin sadəliyini pozmur. Bu feillər hələ də sadə feillər olaraq qalır. Çünki zaman şəkilçiləri, düzəltmə şəkilçilər hesab edilmir. Əgər help'ın sonunda ed görsəniz və kimsə sizdən soruşsa ki, help feili sadədir yoxsa düzəltmədir, yenə sadə feil olaraq qalacaqdır. Çünki yeni bir söz yaratmış olmuruq. Yəni sadə olmağı heç bir şəkilçi qəbul etməməyi mənasına gəlmir. Axı qrammatik şəkilçilər də var. Yəni feilin sonunda ses də olsa, yenə bu feil necə feildir? Sadə feildir. Ed olsa, ing olsa yenə də sadə feil olaraq qalacaqdır. Bəs düzəltmə feillər nədir? Düzəltmə feillər adından da görürük artıq düzəldilibdir. Yəni məsəl üçün sifətdən düzəldilibdir və yaxud da ki, başqa digər nitq hissələrindən, hətta feilin özündən də feil düzəltmək mümkündür. Yəni düzəltmə feillər düzəltmədir. Yəni kökdən və şəkilçidən ibarət olur. Biz bilirik ki, ingilis dilində söz düzəldən şəkilçilər iki cür olur. Bunlar hansıları idi? Bunlardan biri sufikslər idi, digəri isə prefikslər idi və biz bunların artıq fərqini də bilirik. Bilirik ki, sufiksləri sözlərin sonuna artırmaq lazımdır. Prefiksləri isə sözlərin əvvəlinə artırmaq lazımdır. İngilis dilində istifadə olunan ən önəmli feil düzəldən şəkilçilər bunlardır. Birinci sufiksləri öyrənək. Feil düzəldən sufikslər bunlardır. Bunlar an, ate, ify və is şəkilçiləridir. Bu cür tələffüz edilir, amma siz istəsəz yazılış formasında da öyrənə bilərsiniz. Məsələn, is dedim, çaşmayın. İzə də deyə bilərsiniz, bu formada öyrənərsiniz. To broaden, məsəl üçün genişləndirmək, to motivate sözün sonuna baxırıq ki, at var burada. Demək ki, bu nədir? Feildir və necə feildir? Düzəltmə feildir. Unify, məsəl üçün, burada necə feildir? Düzəltmə feildir. Yəni sözün sonuna baxıb, sözün hansı nitq hissəsi olduğunu tapmaq tamamilə mümkündür. Yəni testə gedəndə məsələn bəzən görürsüz ki, bilmədiyiniz sizə tanış olmayan sözlər var, bilmədiyiniz sözlər var. Bu zaman qəti çaşmırsınız. Yəni sözün özünə baxıb şəkilçidən də anlamaq olar ki, bu feildir, yoxsa isimdir, yoxsa düzəltmədir, sadədir və s. Bunların hamısı haqqında feilin özünə, sonluğuna, əvvəlinə baxıb və ya digər sözlərin əvvəlinə sonuna baxıb tapmaq olar ki, bu hansı nitq hissəsidir. Eləcə də ingilis dilində prefikslər, yəni sözün əvvəlinə artırılan şəkilçilər var. Miss, and, this, re və an. Bunlardan məsəl üçün miss işlənəndə, bunlar dediyim kimi də sözün əvvəlinə artırılır. Miss işlənəndə bu yanlış mənasında işlənir. Məsəl üçün led yönləndirməkdir, misled yanlış yönləndirməkdir. Understand başa düşməkdir, amma misunderstand səhv başa düşməkdir. Dis negativ mənadadır. Məsələn, like xoşlamaqdırsa, dislike xoşlamamaqdır. Yenidən mənasında işlənir. Məsəl üçün, rebuild yenidən tikmək, reorganize yenidən təşkil etmək, reread yenidən oxumaq və s. Bunlar da ingilis dilində olan prefikslərdir.
Bəs mürəkkəb feillər hansılardır? Mürəkkəb feillər də iki kökdən ibarət olan feillərdir. Məsələn, to o və come sözləri, o və come sözlərinin birləşməsindən yaranıbdır. Sleep, walk sözü sleep və walk sözlərindən yaranıbdır və sair bu feillər də mürəkkəb feillər sayılır. Bəs tərkibi feillər nədir? Hansı ki bizə çox da deyəsən tanış deyil. Tərkibi feillər gördüyünüz kimi burada up var, out var. Nədir bunlar? Biz bilirik ki, up, out bunlar prefixlər, prepositionlar, üzrlü sayın. Bunlar prepositionlardır, yəni sözönülərdir. Yəni tərkibi feillər feilin özündən və sözönüdən ibarət olan feil növlərinə deyilir. Məsələn, ingilis dilində bir feilə müxtəlif sözönülər qoşula bilər və bu da feilin tərcüməsini də tamamilə dəyişə bilir. Bu da önəmlidir. Məsələn, check in, check out. Bir sözə həm check qoşduq, həm də ki out qoşduq. Put out, məsəl üçün put up, put off və s. bunların hamısını qoşmaq mümkündür. Yəni özlərinə uyğun şəkildə fərqli prepositionlar, sözönlərdən istifadə edirik və bu zamanda sözün mənası dəyişmiş olacaqdır. İngilis dilində bir də bəzi sözlər vardır ki, həmin sözlər həm isim kimi, həm də ki feil kimi işlənə bilir cümlə daxilində. Yəni deyiliş eyni, yazılış eyni, sadəcə olaraq tərcümə olaraq və işləndiyi yerə görə də fərqli olur. Məsəl üçün ache sözü ağrı deməkdir, isim kimi işlənir. To ache sözü ağrımaq deməkdir, nə etmək feil kimi işlənir. Answer cavab deməkdir, isim kimi işlənir. To answer cavab vermək, nə etmək feil kimi işlənir. Yəni ingilis dilində ümumiyyətlə bu sözlərin sayı çoxdur. Həm isim kimi işlənə bilən, həm də ki feil kimi işlənə bilən sözlər də vardır. İndi öyrənək feilin əsas formaları. Yəni feil forma deyəndə quruluş nəzərdə tuturuq. Yəni burada mürəkkəb heç nə yoxdur. İngilis dilində feilin 4 əsas forması vardır. Verb 1, buna infinitiv də deyirlər. Yəni məstər forması. Hamıya məlumdur da məstər forması feilin başlanğıc forması, yəni to hissəciyi ilə istifadə edilən forması. Təbii ki, bu to-suz da istifadə edilə bilər. Yəni bəzən to-suz istifadə edilən məstərə bare infinitiv deyirlər. Yəni to hissəcisiz məstərlər. Yəni hər zaman to olmaq məcburiyyətində deyil. Məstər feilin özünün başlanğıc formasıdır. The past indefinite nədir? Past indefinite keçmiş qeyri-müəyyən zaman formasıdır. Hansı ki biz bunu zamanlarda öyrənmişik ki, keçmiş zamanı düzəldəndə feilin sonuna ed artırırıq, qaydasızdır kökündən dəyişirik. Bu da feilin başqa bir formasıdır. Və verb 3 nədir? The past participle'dır. Hansı ki buna keçmiş zaman feili sifət forması deyirlər. Yəni kökündən dəyişən feilləri öyrənəndə deyirdik ki, ikinci forması keçmiş qeyri-müəyyən zaman formasıdır. Amma bunun üçüncü forması keçmiş zaman feili sifət formasıdır. Hansı ki biz bu keçmiş zaman feili sifət formasından məhsul növü düzəldən də istifadə edirik və s. Və sonuncusu the present participle, yəni indiki zamanın feili sifət formasıdır. Burada məstər və indiki zaman feili sifət forması fiksdir. Yəni feilin növü fiks, yəni sabitdir. Feilin növündən asılı olmayaraq eyni cürdür. Məstər yenə başlanğıc formadadır. Heç bir dəyişiklik olmur. Sadəcə dediyim kimi to-suz ola bilir bare infinitiv formasında. Amma keçmiş zaman feili sifətdə feilin növü önəmlidir. Yəni qaydalı, qaydasız və ya qarışıq olmağı bir əhəmiyyət kəsb eləmir. Bütün indiki zaman feili sifət formaları düzəltmək istəyəndə biz feillərin sonuna ing artırmalıyıq və bu formaların düzəlməyi üçün ümumiyyətlə feillərin özləri 3 qrupa bölünür. Qaydalı feillər olur, qaydasız feillər olur və qarışıq feillər olur. Qaydalı feillər regular verbs adlanır və qaydalı feilləri düzəltmək üçün müəyyən bir qayda var. Təbii ki, bu feillərin sonuna ed keçisi artırmaqla düzəldirik. Qaydasız feillər, yəni irregular verbs, bunları isə kökündən dəyişirik. Məsəl üçün bir feil verilibdir. Deyir ki, bunu feilin 3-cü formasına sal. Tez fikirləşirəm, baxmalıyam, görüm bu feil qaydalıdır, yoxsa qaydasızdır. Qaydalıdırsa sadəcə 3-cü formaya salmaq üçün nə etməliyəm? Feilin sonunu ed artırmağım kifayətdir. Amma qaydasızdırsa kökündən dəyişməliyəm. Bəs qarışıq nədir? Buna mix deyirlər.
Və qarışıq feillər hər ikisi kimi olur. Yəni qarışıq feillər elədir ki, həmin qarışıq feillərin bir formasında ed artırırıq, digər bir formanı düzəltmək üçün isə kökündən dəyişirik. Məsəl üçün burada nümunəyə baxsaq, qarışıq feillərdə see feili verilibdir. To see bunun olur məstər forması və digər forması ed artırılmış forma, keçmiş qeyri-müəyyən zaman forması olur. Amma digəri isə artıq qarışıq olduğuna görə kökündən dəyişir. Yəni qarışıq qaydalı qaydasızın qarışığını nəzərdə tutur. Yəni həm ed olur, bir formasını ed artırırıq, digərini isə sadəcə kökündən dəyişirik. Bu feillər isə qaydasız feillərdir. Daha doğrusu qarışıq feillərdir. Bir də biz bilirik ki, qaydasız feilləri öyrənmək üçün biz məcbur o uzun, böyük siyahıları əzbərləmək məcburiyyətindəyik. Sadəcə olaraq bunu nisbətən özümüz üçün asanlaşdıra bilərik. Məsəl üçün, qaydasız feilləri öyrənərkən nə edə bilərik? Öyrənə bilərik ki, 3 forması da eyni olanlar var idi. Və cut, let. Bunlarda dəyişiklik olmur, məsəl üçün. Bunların yazılışı da eynidir, hətta deyilişi də eynidir. Sadəcə olaraq bir dənə read feilidir ki, bunun 3 forması da eynidir, amma yazılış olaraq eynidir. Read feilinin deyilişi dəyişir. Read feili indiki zamanda deyəndə read deyirik, keçmişdə read deyəcəyik. Read. Sadəcə olaraq oxunuş olaraq bu söz fərqlidir və 2 forması eyni olanları öyrənə bilərsiniz. Məsəl üçün, feel feili 2 forması eynidir. Biri eyni deyil, başlanğıc forması eyni deyil, feel, amma qalan ikisi eynidir. Felt eyni cür olacaqdır. Və ya bir saiti dəyişənlər var. Məsəl üçün, get, got kimi. Burada e hərfin sadəcə olaraq o hərfi ilə əvəz etmiş oluruq. Bir də ingilis dilində bəzi feillər vardır ki, həmin feillərin verb 2 və verb 3 forması, təkrar xatırladım sizə, verb 2 forması hansı idi? Keçmiş qeyri-müəyyən zaman forması idi. Verb 3 isə keçmiş zaman feili sifət forması idi. Verb 2 və verb 3 forması qarışıq olan feillər var. Bu nə deməkdir? Yəni, bu feillər elədir ki, verb 2, verb 3-də həm ed artırmaq mümkündür, həm də ki, kökündən dəyişərək düzəltmək mümkündür. Məsəl üçün, dream feilinə baxaq ümumiyyətlə. Dream-in verb 2 və verb 3 forması verilib burada. Hər ikisində görürsünüz, dreamed də yazıb, yəni sonuna ed də artırıbdır, amma mötərizədə də kökündən dəyişibdir. Hər ikisi düzgündür. Yəni, bu feillər elə feillərdir ki, bunların verb 2, verb 3 formasını düzəldərkən həm ed artırmaq mümkündür, həm də ki, kökündən dəyişmək mümkündür. Bir də var ingilis dilində təsirli və təsirsiz feillər. Ümumiyyətlə, təsirli, təsirsiz feillər Azərbaycan dilindəki deməli, təsirli, təsirsizə uyğun gəlir. Bu nə deməkdir? Təsirli və təsirsiz feillər ingilis dilində cümlənin tamamlığına münasibətdə olur. Yəni, cümlənin tamamlığına münasibətdə feilləri 2 qrupa bölürük. Bunlardan biri olur təsirli olan feillər, digəri isə olur təsirsiz feillər. Tamamlıq burada çox önəmlidir. Deməli, təsirli feillərə ingilis dilində transitive verbs deyirlər və təsirsiz feillərə isə intransitive verbs deyirlər. Yaxşı, indi gəlin başa düşək görək nədir təsirli, nədir təsirsiz. Mən bunu çox asan nəyə sualını verərək tapıram. Yəni, ümumiyyətlə biz oturub bütün feilləri ingilis dilində, ya olsun öz dilimizdə oturub əzbərləyə bilmərik ki, bütün feil siyahılarını. Burada sadəcə olaraq özümüz üçün öyrənməliyik ki, təsirli feillər nəyin sualına cavab verir və özündən sonra mütləq tamamlıq gəlməlidir. Yəni, hansı feil, daha doğrusu təsirli feil nəyin sualına cavab verir deməyim düzgün deyil. Nəyi deyə bilirik? Yəni, build tikmək nəyi? Read oxumaq nəyi? Write yazmaq nəyi? Eat yemək nəyi? Əgər burada biz feili deyəndə nəyi sualını deyiriksə, deməli bu zaman özündən sonra mütləq nə işlənməlidir? Mütləq vasitəsiz tamamlıq işlənməlidir. Amma təsirsiz feilləri işlədəndə qəti olaraq nəyi sualını verə bilmirik və özündən sonra qəti olaraq hər hansı bir tamamlıq, obyekt gələ bilmir. Məsəl üçün, she lives in London cümləsində o Londonda yaşayır da biz burada nəyi sualını verə bilmirik. Ona görə də bu zaman bilirəm ki, live yaşamaq feili demək ki, təsirsiz feildir. Amma he built a new house, o yeni ev tikdi. Nəyi tikdi? Yəni, burada nəyi sualını vermək mümkündür. Nəyi sualını verirəmsə, bilirəm ki, bu feil transitive
intransitivdir, yəni təsirli feildir. Yox, əgər nəyin sualını verə bilmirəmsə, bilirəm ki, bu feil intransitiv, yəni təsirsiz feil olacaqdır. Bir də ingilis dilində biz bilirik ki, eyni söz müxtəlif mənalar ifadə eləyə bilər. Eləcə də burada bu qayda bizim işimizə yarayacaq. İngilis dilində bəzi feillər vardır ki, həmin feillərin iki mənası var. Məsələn, to grow feili. To grow feilinin iki mənası var. Bunlardan biri yetişdirməkdir, digəri isə böyüməkdir. Fikir verin, yetişdirmək deyəndə nəyi deyə bilirəm? Yetişdirmək nəyi, amma böyümək deyəndə nəyi deməyəcəyəm. Deməli, bu feil, yəni mənası eyni olan iki feil, iki mənası olan feillər, daha doğrusu bir feil, iki məna. Əgər bir feilin iki mənası vardısa, ola bilər ki, bir mənasında özündən sonra tamamlıq gəlməyini tələb eləyər, çünki təsirli feil olar. Digər mənasında isə özündən sonra tamamlıq qəti olaraq gələ bilməz. Məsələn, nümunəyə baxsaq, he grows various vegetables. O, müxtəlif tərəvəzlər yetişdirir. Nəyi yetişdirir? Deməli, burada grow feili təsirli feil kimi işlənibdir. Amma she grew in London cümləsində, o Londonda böyüdü cümləsində biz nəyi sualını artıq verə bilmirik. Yəni eyni feildir, sadəcə olaraq iki mənası var. Bir mənasında təsirli feil kimi işlənir, digər mənasında isə təsirsiz feil kimi işlənir. Eləcə də spread feili bu gəlibdəndir. Məsələn, spread yaymaq mənasında nəyi yaymaq belə işlənir. Amma to spread yayılmaq mənası da var. Yayılmaq mənasında nəyi deyə bilmirik axı. Bu zaman biləcəyəm ki, yaymaq mənasında işlənibsə, bu feil təsirli feildir. Amma yayılmaq mənasında işlənirsə, bu feil təsirsiz feildir. Bir də ingilis dilində mənasına görə feillərin növləri var. Ümumiyyətlə, ingilis dilində mənasına görə feillər 4 qrupa ayrılır. Birincisi olur əsas feillər. Əsas feillərin 2 dənə adı vardır. Bunlardan biri national verbs, digəri isə main verbsdir. Yəni, hər ikisi əsas feil deməkdir. İkincisi köməkçi feillərdir. Bunlara isə auxiliary verbs deyirlər. Üçüncüsü bağlayıcı feillər, yəni linking verbs olur. Və dördüncüsü modal feillər, yəni modal verbs olur. İndi baxaq görək bunlar nədir, necə işlənir. Əsas feillər adından da görürük əsasdır, yəni cümləyə əsas mənanı verən feildir. Məsələn, she doesn't read many books cümləsinə baxsaq, o çox kitablar oxumur. Bu cümlədən mən doesn't-ı çıxartsam, cümlə olduğu kimi qalır da, yəni cümlənin pozulmur, belə deyim, mənası itmir. She reads deyəcəm çox olsa, she reads many books. O çoxlu kitablar oxuyur. Demək ki, burada does əsas feil ola bilmir. Buradakı əsas feil read feilidir. Əgər mən she doesn't read many books cümləsindən read-i çıxarsam, yəni cümləyə əsas mənanı verən sözü çıxarsam, cümlə tamamilə pozulmuş olacaqdır. Deməli, əsas feillər adından da gördüyümüz kimi cümləyə əsas mənanı verən feillərdir. Köməkçi feillər isə adından da görürük yenə kömək eləyir. Nəyə kömək eləyə bilər? Məsəl üçün, cümləni sual qurmağa, cümləni inkara çevirməyə və yaxud da ki, zamanlarda istifadə edilməyə kömək edir. Üçüncüsü, bağlayıcı feillərdə adından da görürük, bağlayıcıdır bu feillər. Bu feillər nitq hissələrini bir-birinə bağlayır. Məsəl üçün, bu feillərdən sonra sifət işlənir, isim işlənir və həmin o sifət ilə ismlə birlikdə bir cümlə üzvü kimi çıxış eləyir və modal feillər isə hərəkətə olan münasibəti göstərən feillərdir. Və onu da deyim ki, ingilis dilində bəzi feillər vardır ki, həmin feillər işləndiyi yerdən asılı olaraq əsas feil də ola bilir, köməkçi feil də ola bilir, bağlayıcı da ola bilir, modal da ola bilir. Bu feillərdən biri eləcə də to be feilidir. İngilis dilində to be feili hər dördünə aiddir. Yəni, to be feili həm əsas feil ola bilir, həm köməkçi feil ola bilir, həm modal feil, həm də ki, bağlayıcı feil kimi işlənir. Vacibdir ki, biz bilək ki, harda əsas
feildir, harda köməkçidir, harda modaldır. Bu çox önəmlidir. Yəni burada işlənmə yerindən də biz anlayacağıq ki, burada to be məsəl üçün əsasdır və ya modaldır və s. Birincisi, əgər to be əsas feil kimi işlənibsə, bizim dilimizə iki cür tərcümə olunur. Yerləşmək, mövcud olmaq, baş vermək, olmaq. Bu cür tərcümə olunur. Çox sadə. Əgər görürsünüzsə ki, cümlədə işlənən to be-ni siz Azərbaycan dilini olmaq kimi tərcümə edirsiniz və ya baş vermək kimi tərcümə edirsiniz, deməli bu zaman burada to be əsas feildir. Məsələn, he wants to be a teacher. O müəllim olmaq istəyir. Artıq burada olmaq sözünü dediyimə görə başa düşürəm ki, to be burada əsas feildir. Demə, əsas feil kimi olanda özündən sonra başqa bir əsas feilin gəlməyini tələb eləmir. Yəni ehtiyac yoxdur. Artıq will be-dən sonra başqa bir əsas feil yazmağa ehtiyac yoxdur və ya burada to be-dən sonra başqa bir əsas feil yazmağa ehtiyac yoxdur. Bəs köməkçi feil kimi necə olur? To be əgər cümlədə köməkçi feil kimi işlənirsə, özündən sonra mütləq əsas feil gəlməlidir. Ümumiyyətlə belədir də, yəni bir cümlə, əgər qururuqsa bir cümləni, həmin cümlədə mütləq bir əsas feil olmalıdır. Yəni köməkçi feil vardısa, köməkçinin yanında əsas feil mütləq işlənməlidir. Fərqi yoxdur, to be-dən söhbət gedir, yoxsa to do-dan söhbət gedir. Əgər to be köməkçi feil kimi işlənibsə, özündən sonra mütləq əsas feil işlənməlidir. Və yenə cümlədən tapa bilərik ki, burada əsasdır, yoxsa köməkçidir. Məsələn, mən belə bir cümlə görəndə tez to be-yə baxıram və to be-nin yanına baxıram. Məsəl üçün burada written yazıb, elə deyilmi? Written əsas bir feildir. Hamımız bilirik bu feili, yazmaq feili. Əsas feil olduğuna görə, əgər written əsas feildirsə, demək ki, bunun yanındakı is necə feil olur? Demək ki, buradakı is köməkçi feil olur. Və yaxud da is writing feilinə baxsaq, bu hissəyə baxsaq, mən yenə tez isin yanındakına baxıram. Burada writing yenə yazmaq, nə etmək feili əsas bir feildir. Bu əsas feildirsə, demək ki, bu əsas feilin yanındakı to be mütləq nədir? Mütləq köməkçi feil kimi işlənir və to be-nin köməkçi feil kimi ümumiyyətlə iki dənə funksiyası var. To be köməkçi feil kimi bir, ya davam edici zaman formasını yaradır, ya da ki, məhsul növü yaratmış olur. Davam edici zamanda bilirik də ing ilə düzəlir, məhsul növdə isə deməli participle to düsturundan istifadə edib deməli yaratmış oluruq. Deməli, bağlayıcı feil kimi necə olur? Əgər to be feili bağlayıcı feil kimi işlənirsə, özündən sonra mütləq ya sifət, isim, say, əvəzlik və s. bunlardan biri mütləq işlənməlidir və bunlarla birlikdə cümlənin bir üzvü olur. Cümlənin xəbəri kimi çıxış edir. Yəni, mən burada were ayrılıqda bir xəbər olaraq götürə bilmirəm. Were yanındakı isminə, sifətinə, sayla və s. birlikdə bir cümlə üzvü olaraq götürə bilirəm. Məsəl üçün, children were hungry cümləsində, uşaqlar ac idilər cümləsində were-dən sonra nə işlənibdir? Hungry sözü, yəni sifət işlənibdir. Sifət gəldiyinə görə bilirəm ki, burada to be nədir? To be bağlayıcı feildir. Və to be həmçinin modal feil kimi işlənir. Biz inşallah modal feilləri izah edəndə öyrənəcəyik. To be must digər zamanlarda işlənə bilmədiyi üçün to be must-ı digər zamanlarda əvəz edir. Bəs nə biləcəm ki, burada to be modal feildir? Bilmək çox asandır. To be əgər modal feil kimi işlənirsə, mütləq özündən sonra to hissəciyi gəlməlidir. Yəni, çox sayda. Gördünüz ki, cümlədəki to be-dən sonra bir dənə to var. Demək ki, bu cümlədə to be nədir? To be modal feildir. Məsəl üçün, he is to join Zoom meeting at 5 o'clock cümləsində burada to be-ni tapıram, isdir. Özündən sonra nə gəlibdir? To gəlibdir. Deməli, to be-dən sonra to gəlibsə, bilirəm ki, burada da to be nədir? Modal feildir. Və əgər to be-dən sonra to işlənibsə, fərqi yoxdur, is to olar, was to olar, were to olar, önəmli deyil, təki to-su olsun. Və bu zaman malı məli kimi bizim dilimizə tərcümə ediləcək təbii olaraq. Çünki bu zaman to be must-ın əvəz edicisi olur və must da malı məli deməkdir. Demək ki, to be to da malı məli kimi tərcümə edilməlidir. Və bu zaman planlaşdırılmış, əvvəlcədən, qabaqcadan planlaşdırılmış hərəkətləri göstərmək üçün istifadə olunur. Məsəl üçün, he is to join Zoom meeting at 5 o'clock cümləsində o saat 5-də
Zoom iclasına qoşulacaq, qoşulmalıdır, daha doğrusu qoşulmalıdır. Burada deməli planlaşdırılmış hərəkəti göstərir. Bir də to be zamanlar üzrə dəyişir. Hansı zamanlarda dəyişir? İndiki zaman, keçmiş, gələcək, indiki bitmiş və keçmiş bitmiş zamanlar üzrə dəyişir və hər zamanda to be-nin fərqli formalarından istifadə edirik. Məsəl üçün, əgər indiki zamandan söhbət gedirsə, to be am, is və are formasına dəyişir və şəxslər üzrə də dəyişməlidir. Artıq bilirik I ilə am işlənir, üçüncü şəxsin təkləri ilə is işlədirik, qalan şəxslərlə are işlədirik, keçmiş zamanda was were formasında işlənir və gələcəkdə niyə shall be-nin üstündən xətt çəkmişəm? Çünki artıq shall be sıradan çıxıbdır. Sadəcə olaraq kitablarda verib deyə mən burada da göstərdim, amma shall be işlədilmir. Bütün şəxslərlə will be işlədirik. İndiki bitmiş zamanda have been və has been formasında işlənir. Yenə üçüncü şəxsin təki ilə has been işlədirik. Qalan bütün şəxslərin hamısı ilə have been işlədirik və keçmiş bitmiş zamanda isə had been olur. Yenə bir forması var. Demək ki, bütün şəxslərlə eyni olur. Yəni heç nəyi dəyişmirik. Bütün şəxslərin hamısı ilə had been yazırıq. Necə ki, bütün şəxslərin hamısı ilə will be yazırıq eyni formada. Demək gələk to do feilinə. To do feili isə cümlədə həm əsas feil kimi, həm köməkçi feil kimi, həm də ki, qüvvətləndirici vasitə kimi işlənir. Birazdan izah edəcəm qüvvətləndirici vasitə nədir. Birinci əsas və köməkçi feil olaraq funksiyalarını öyrənək. Birincisi, əgər to do feili cümlədə əsas feil kimi işlənibsə, bizim dilimizə etmək kimi tərcümə olunur. Çox sadə. Məsələn, sizə bir cümlə veribdir. Deyək ki, seç görək, burada əsas feildir, yoxsa köməkçi nədir bu? Əgər siz cümlədə olan do'yu etmək kimi tərcümə edə bilirsinizsə, demək ki, bu zaman do burada əsas feil kimidir. Məsəl üçün, they do morning exercises. Onlar tezdən idmanları edirlər. Etmək sözünü dedim. Demək ki, burada do əsas feil kimi işlənibdir və bütün zamanlarda dəyişəcəkdir. Bu nə deməkdir? İndiki zamandırsa, məsəl üçün deməliyəm ki, to do exercises və yaxud da ki, does exercises. Amma keçmişə dəyişirəmsə, burada did olmalıdır. Yəni zamanlar üzrə ümumiyyətlə dəyişməlidir. Amma tərcümə olaraq yenə kökü qalır. Yəni et hissəsi qalır. O səhər idmanları etdi məsəl üçün. Yenə burada etmək kimi tərcümə edildiyinə görə bilirəm ki, bu zaman əsas feildir və birləşmələrin tərkibində işlənir. Yəni birləşmələrin tərkibində zaten bilirik to do shopping, alış-veriş etmək, to do homework, ev tapşırığı etmək və s. birləşmələrin tərkibində də olanda bilirik ki, bu zaman əsas feil kimi çıxış edir. Bəs köməkçi feil kimi necə olur? Köməkçi feil kimi işlənir. İndiki qeyri-müəyyən zaman formasının sual və inkarını düzəltməkdə, keçmiş qeyri-müəyyən formasının sual və inkarını düzəltməkdə. Əgər indiki qeyri-müəyyən zaman formasının sual və inkarını düzəldirsə, bu zaman do və does kimi işlənir. Yox, əgər keçmiş qeyri-müəyyənin sual və inkarını düzəldirsə, bu zaman did formasında işlənir. Ümumiyyətlə, köməkçi feil kimi do'yun 3 forması vardır. Bunlar do, does və diddir. 3 formaya sahibdir. Bir də ki, əmr cümləsinin inkarını da don't düzəldir. Unutmayaq ki, əmr cümləsinin inkarı yalnızca don't ilə düzəlir. Yəni, mən doesn't-la əmr cümləsinin inkarını düzəldə bilmərəm. Gördünüz ki, cümlədə do-dan sonra not artırılıbdır. Gördünüz ki, cümlədə do sualı düzəldib, yəni şəxslərdən əvvələ keçib və s. Bilin ki, həmin cümlədə do, does və ya did mütləq nədir? Köməkçi feil funksiyasında çıxış edir və əgər bayaq da izah elədim, köməkçi feil kimi işlənirsə, özündən sonra mütləq bir dənə əsas feil işlənməlidir. Bayaq yuxarıda to be-ni izah eləyəndə dedim, yəni cümlə əsas feilsiz ola bilməz. Əgər köməkçi feil vardısa, yanında mütləq nə lazımdır? Əsas feil lazımdır. Məsələn, don't touch my cell phone cümləsində don't burada köməkçi feildir. Hardan bilirəm? Çünki buna not artırıbdır. Əsas feillə qəti olaraq not artırmaq mümkün deyil.
Ancaq köməkçiyi artırmaq mümkündür. Demək ki, burada don't köməkçidir. Özündən sonra mütləq nə gəlməlidir? Mütləq bir əsas feil gəlməlidir. Ta ki, toxunmaq deməkdir. Amma əgər cümlədə do əsas feil kimi işlənibsə, məsəl üçün to do exercises formasında, özündən sonra hər hansı bir feilin gəlməyinə, əsas feilin iştirak eləməyinə heç bir ehtiyac yoxdur. Çünki özü buradadır da, özü əsasdır. Başqa bir əsas feilə ehtiyac yoxdur. Yenə çox sadə olaraq tapmağın yolu nədir? Etmək kimi tərcümə edirəmsə, bildim ki, əsas feildir. Yox, əgər tərcümə edə bilmirəmsə, bilirəm ki, köməkçi feildir. Əgər do-ya, does-a və ya did-ə not artırıbsa, sual düzəldibsə, demək ki, bilirəm ki, burada köməkçi feildir. Amma yox, not artırmayıbsa, özü işlənibsə sadəcə cümlədə, demək ki, bu zaman əsas feil kimi işlənibdir. Və özündən sonra əsas feil vardısa, bilirəm ki, demək ki, burada əsas feil vardısa, həmin cümlədəki don't do, do-du, does-dı və s. Bunlar necə feildir? Köməkçi feildir. Çünki mütləq köməkçi feildən sonra əsas feil gəlir. Əsas feilin özündən sonra başqa bir əsas feilə heç bir ehtiyac yoxdur. Bəs qüvvətləndirici nə deməkdir? Elə adından da görürük, cümlənin ideyasını, cümlənin fikrini qüvvətləndirir və daha çox kimi də tərcümə edə bilirik biz bunu. Məsəl üçün deyirəm, I do want to go to the party. Mən şənliyə getməyi çox istəyirəm. I do like eating ice cream. Mən dondurma yeməyi çox xoşlayıram və s. Qüvvətləndirir. Do burada feillərin qarşısında qüvvətləndirici vasitə kimi işlənir. Və eyni bir cümlədə ola bilər ki, 2 dənə do var və yaxud da ki, did var, do var və s. də kök olaraq deyirəm. 2 dənə do var. Bunlardan biri əsas feil, digəri isə köməkçi feil ola bilər. Məsəl üçün, she did her homework cümləsində buradakı did nədir? Əlbəttə ki, əsas feildir. Hardan bilirəm? Etmək kimi tərcümə edirəm. Məsələn, she did her homework, o ev tapşırıqlarını etdi. Etdi kimi tərcümə edirəm. Demək ki, bu əsas feildir. Sonra da yoxlayıram, özündən sonra əlavə feil gəlibmi? Gəlməyib. Demək ki, %100 əsas feildir. Mən bunun sual formasını düzəldəndə əlbəttə ki, did köməkçi feilindən istifadə edirəm. Did köməkçi feilindən istifadə edib sualını düzəldəndə cümlədəki did əsas feili nəyə keçməlidir? Əlbəttə ki, do-ya qayıtmalıdır. Biz bunu keçmiş qeyri-müəyyən zaman formasında öyrənəcəyik. Did ilə sual verəndə feil özü məsdərə qayıdır. Bu cümlədə 2 dənədir. Bunlardan biri bu diddir, digəri isə do-dur. Bəs hansı əsasdır, hansı köməkçidir? Çox sadə. Sualı nə düzəldibdir? Baxıram ki, bu did düzəldibdir. Demək ki, bu birinci sual düzəldən köməkçidir. Amma özü etmək mənasında olan nədir? Do-dur. Demək ki, burada əsas feil kimi işlənibdir. Və əgər cümlədə işlənən do, does və yaxud da did, əgər cümlədə əsas feil kimi işlənibsə, özündən sonra not yaza bilmərik, sual verə bilmərik. Ümumiyyətlə, əsas feillərin belə bir funksiyası yoxdur. Əsas feillərin cümlədə inkar yaratmaq funksiyası yoxdur. Əsas feillərin cümlədə sual yaratmaq funksiyası yoxdur. Məsəl üçün, normal bayaqki cümləmiz nə idi? Onu belə yazaq. She does shopping olsun. Məsələn, belə bir cümlə. Amma mən burada doesdan sonra not yaza bilmərəm. Mən bunu inkar eləməyə gücüm çatmaz da. Yəni, bu əsas feilin özlüyündən eləmirik. Nədən istifadə edirik? Bəs bunu necə sual formasına, inkar formasına gətirək? Köməkçi olan do-dan, does-dan kömək alırıq. Bu zaman she doesn't do shopping. Bu formada düzəldə bilərik. Yenə burada da həm əsas feil var, həm də ki, deməli, köməkçi feili var. Birinci notun artırıldığı əlbəttə ki, köməkçidir. Bayaq dediyim kimi not yalnızca köməkçi feili artırılar. Daha sonra yenə alış-veriş etmək sözünü ixtisara sala bilmərik. Yəni do-yu burada istifadə etmək mütləqdir. Mütləq istifadə etmək lazımdır. Qaldı sonuncu to have feili. To have feili isə cümlədə həm əsas feil, həm köməkçi feil, həm modal feil, həm də ki, məhculun düzəlməsini indi birazdan izah eləyəcəm. Məhculun etibarının düzəlməsində iştirak edir. Birinci başlaya əsas feil kimi işlənməyindən. To have feili əsas kimi mənası eynidir. Malik olmaq və var kimi tərcümə olunur. Məsəl üçün, she has got a car, onun maşını var. She has a car, yəni onun maşını var. Fikir versək görərik ki, bunlardan birinə got yazmışam, digərinə isə ümumiyyətlə got yazmamışam. Bu nə deməkdir? Ümumiyyətlə, to have feili əsas feil kimi olanda malik olmaq
olacaq və var kimi tərcümə olunur. Bu zaman got işlənə də bilər, işlənməyə də bilər. Məsələn, I have got a brother da deyə bilərəm. I have a brother da deyə bilərəm. Məna olaraq heç bir fərqi yoxdur. Hər ikisinin mənası mənim qardaşım var deməkdir. Yəni əsas feil kimi özündən sonra got gələ də bilər, got gəlməyə də bilər. Mənası eynidir. Amma ümumiyyətlə bunların fərqi vardır. Əgər cümlədə got işlənibsə, sual və inkarını həvin həzin özü eləyir. Bir də deyirəm, got vardısa, sual inkarın həv və ya həz özü düzəldir. Məsələn, she has got a car cümləsində burada got işlənibdir. Bu o deməkdir ki, sualı və inkarı özü düzəldəcəkdir. Yəni, sualda həz əvvələ keçəcək, burada gördüyünüz kimi, inkarda isə həzdən sonra not inkar hissəciyi artıracaqdır. Bəs əgər cümlədə got olmasa necə? Əgər cümlədə got yoxdur, sual və inkarın özü düzəltməz. Yəni, həzin yanında she has a car cümləsində bu zaman got varmı? Xeyr, yoxdur. Got yoxdursa, mən qəti olaraq has, she, a car deyə bilmərəm. Belə bir şey mümkün deyil. Yəni, əgər yanında got işlənməyibsə, qəti olaraq sualını, inkarını özü düzəltməyəcəkdir. Bəs nə düzəldəcəkdir? Əlbəttə ki, zamana və şəxsə uyğun olaraq do və yaxud da does düzəltməlidir. Çünki artıq got yoxdur. Bir də deyirəm, got vardısa, sualı özü düzəldir, inkarı özü düzəldir. Yəni, sualı, inkarı həv və ya həz düzəldir. Amma got yoxdursa, do və yaxud da does düzəldir. Got olmadan qəti olaraq sualın, inkarın özü düzəldə bilməz. Elə bir sual, inkar cümləsi ingilis dilində ümumiyyətlə mövcud da deyil. Deməli, do ilə does-la düzəldəcək. Gəlin bu cümləni düzəldək. She has a car cümləsində dedik ki, baxırıq cümləyə. Got varmı? Xeyr. Got yoxdur. Demək ki, mən bunu do və ya does-la düzəltməliyəm. Does-la düzəldirəm. Təbii ki, she-yə uyğun olaraq does yazmaq lazımdır. Sualda does she have a car? Bəs niyə have elədim? Əgər does-dan istifadə edilirsə, eyni bir cümləyə təkrar həzin özünü yazmırıq. Does-dan istifadə ediləndə həz dəyişib olmalıdır have. Eləcə də inkarı does-la düzəldirəm. She doesn't have a car. Yenə does-dan istifadə elədim. Bu zaman yenə həzi cümləyə yaza bilmərəm. Təkrar deyirəm, does-dan istifadə ediləndə həmin cümləyə həzin özünü yazmırıq. Onu have ilə dəyişmək lazımdır. Və keçmişdə, əgər have feili keçmişdə işlənirsə, yenə əsas feildən söhbət gedir. Əsas feil kimi keçmişdə də işlənə bilir. Keçmişdə işlənəndə yenə mənası dəyişmir də, var idi kimi tərcümə olunacaq. Keçmişə uyğunlaşacaq təbii ki. Və bu zaman had formasına düşəcək. Əlbəttə ki, keçmişdə bu feil axı əsas feil kimi qaydasızdır. Have, had deyirik də. Yəni, kökündən dəyişirik. Kökündən dəyişib keçmişdə had formasına düşür. Had formasına düşəndə qəti olaraq got yazmaq mümkün deyil. Yəni, has got var, have got var, amma had got deyə bir şey mümkün deyil. Hadin yanına heç vaxt got yazmırıq. Bütün şəxslərin hamısı ilə had işlənir, amma təbii ki, yenə sual və inkarın özü düzəltməyəcək. Əsas feil sual və inkarın özü düzəltmir. Bu zaman diddən istifadə edəcəyik. Niyə diddən istifadə edirəm? Çünki zaman hansı zamandır? Keçmişdir. Keçmişdirsə, həddirsə, əlbəttə ki, mən diddən istifadə etməliyəm. Sadəcə olaraq burada bir şeyə diqqət edirik ki, yenə əgər cümlədə diddən istifadə etmişəmsə, buradakı have-di have-ilə əvəz etmək lazımdır. Çünki diddən istifadə ediləndə feil məsdər formasına qayıtmalıdır. İndi gəlin nümunəyə baxaq. He had a house, onun evi var idi. Belə bir cümlədə he hadn't a house deyə bilməyəcəm. Çünki had burada əsas feildir və öz inkarını özü düzəldə bilməz. Bu zaman diddən istifadə etməliyəm. He didn't have a house kimi bir cümlə qurmaq lazımdır. Yenə diddən istifadə elədim, didə not artırdım. Çünki did burada nədir? Did burada köməkçi feildir və cümlədə olan had-i have ilə əvəz elədim. Çünki keçmiş zamanda, sualda, inkarda diddən istifadə edirəmsə, had-i dəyişib have etmək lazımdır. Feil məsdərə qayıtmalıdır.
Bir də əgər gördünüz ki, həvdən sonra, həddən sonra və ya həzdən sonra hər hansı bir isim gəlib. İsmi bir birləşmənin tərkibidir. Demək ki, burada da əsas feildir. Məsəl üçün, to have tea, çay içmək deməkdir. Bu zaman həvdən sonra tea, çay sözü gəlibdir. İsmi birləşmə oldu mu? Bəli, oldu. Demək ki, bu zaman həv nədir? Burada əsas feildir. Bu zaman da yenə əlbəttə ki, sual inkarın özü düzəltməz. İsmi birləşmələrin tərkibində həv nə olur? Əsas feil olur da, elə deyil. Əsas feil kimi sual inkarın özü düzəldər? Əlbəttə ki, düzəltməz. Əsas feil kimi sualın da inkarında do, does və yaxud da ki, did düzəltməlidir. Və əsas feil kimi olanda özündən sonra əlavə bir feilə də qəti olaraq ehtiyac duymur. Yenə əvvəlki dərslərimizdə izah elədim. Əsas feil kimi olanda özündən sonra qəti olaraq başqa bir feil işlənməz. Və köməkçi feil kimi necə olur? Əgər to have feili köməkçi feil kimi işlənirsə, bu zaman bitmiş zamanları düzəldir. To have üstə gəlinsin participle to düsturundan istifadə edirik bu zaman. Yəni və bu zaman nə olur? Have, has, had üstə gəlinsin participle to olur. Yəni verb 3 olur. Və bu zaman nə biləcəm ki, burada köməkçi feildir. Çox sadə. Görürəm ki, əgər belə bir cümlə verilsə, she has played in the playground. Burada hasdən sonra işlənən feilimi tapıram. Played sözü artıq feil işləndiyinə görə, demək ki, buradakı has nədir? Köməkçi feildir və üstəgəldə participle to işlənibdir. Köməkçi feil olanda sualı inkarın özü düzəldir. Yəni əgər havin, hazın yanında və ya hadin yanında əsas bir feil vardırsa, sualı inkarın özü düzəldirik. Əgər havin, hazın yanında hər hansı bir isim vardırsa, özü düzəltmir. Bu zaman do, does, did düzəldir. Bu formada istifadə edilir. Bir də modal feil kimi işlənir. Əgər bu feil modal feil kimi işlənirsə, özündən sonra to gəlir. Və modal feil kimi işlənəndə 3 forması olur. Have to, has to və had to formasında istifadə ediləcəkdir. Mütləq özündən sonra to gəlir. Yenə bu hansı qaydamıza bənzəyir? To be to ifadəsinə bənzəyir ki, to be to-da da özündən sonra to gəlir. Bu zaman bilirəm ki, nədir? Modal feildir. Have to-da da eynən, əgər özündən sonra to gəlibsə, biləcəm ki, modal feildir. Və bu zaman malı, məli kimi bizim dilimizə tərcümə olunacaqdır. Əgər özündən sonra to işlənibsə, bərabərdir nəyə? Modal feilə. Yəni, modal feil kimi işlənibdir. Və modal feil kimi işlənəndə sual inkarını təbii ki, özü düzəltmir. Modal feil kimi işlənəndə do, does və diddən istifadə edərək sualın və inkarın düzəldirik. Məsələn, Helen had to visit her granny cümləsində burada tez hədə baxıram və hədin yanına baxıram. Burada nə işlənibdir? To işlənibdir. Başa düşürəm ki, bu zaman burada modal feildir. Demək ki, özü düzəldə bilməz. Do-dan, does-dan, did-dən istifadə etməliyəm. Həd olduğuna görə əlbəttə ki, did-dən istifadə edirəm və tez nə edirəm? Hədi həvinə əvəz etməliyəm. Bir də məhculun icbarı nədir? Məhculun icbarı bizim dildəki icbar növə uyğun gəlir. Məsəl üçün deyirəm ki, mən saçlarımı kəstirdim. Yəni, özüm kəsməmişəm, kiməsə kəstirmişəm. İş və ya hərəkət başqa bir şəxs tərəfindən, başqası tərəfindən edilir. Və məhculun icbarını quranda nə etmək lazımdır? Mütləq have something-dan və ya get something-danla düzəltmək lazımdır. Geti zaten növbəti dərslərimizdə izah edəcəm. Have something-dana baxaq. Have something-dan işlənəndə mütləq başda have gəlməlidir və ortada mütləq nə olmalıdır? Obyekt, yəni bu something işlənməlidir. Daha sonra participle to işlənməlidir. Məsəl üçün, I have the letter written. Mən nədir? Məktubu yazdırdım olacaqdır. Yəni, məhculun icbar formasında have işləndi. Ortada nə işləndi? The letter sözü, yəni məktub sözü, obyektal işləndi. Sonra isə written, yəni participle to işləndi. Və ya she has her hair cut cümləsində she ilə has işlənir. Özündən sonra her hair, yəni obyekt işlənir və özündən sonra isə participle to işlənir. Bilirik ki, having
Katın participle to-yu kat formasında işlənibdir. Have bu zaman şəxsə zamana görə özü dəyişir. Yəni yuxarıda fikir verdinizsə I ilə have yazmışam, amma she ilə has yazmışam və ya I ilə had də yaza bilərdim. Zaman olaraq dəyişə bilərdim. Yenə bir cümlədə həm əsas, həm də ki köməkçi feil kimi işlənə bilir. Bu zaman necə olacaqdı? Susan has had T cümləsində necə olacaqdı? Özündən sonra, hasdən sonra nə işlənibdi? Had işlənibdi. Demək ki, burada has nədir? Köməkçi feildir. Amma haddən sonra nə işlənib? T isim işlənib. İsim gəldiyinə görə bilirəm ki, nədir? Burada had əsas feildir. Bir də have got bərabərdir vara, amma have got getə bərabər ola bilir. Bu nə deməkdir? Have got bildiyimiz var, malik olmaq mənasında işlənir. Məsəl üçün, I have got a pen, mənim qələmim var. Bir də ki, got axı ayrılıqda bir feildir. Get, got, əldə etmə. Got, get. Yox, got bu formada işlənir və bu zaman əsas feil kimi işlənir. Əsas feil kimi işlənəndə necə olmalıdır? Bu zaman qarışdırmaq lazım deyil. I have got an email deyəndə mən e-mail almışam mənasındadır. Yəni have üstə gəlinsin participle to işlənibdir. Bu formada bitmiş zaman formasının yaranmağında istifadə edilibdir. Yəni bu have got-la bu have got eyni deyil. Buradakı got nədir? Get'in keçmiş zaman formasıdır. Vəssalam, bu qədər. Ümid edirəm ki, faydalı olacaq sizə.